64 yaşda qadın. Kürək və bel nahiyəsində ağrılarla klinikamıza müraciət edib. Bu ağrılar ürək-damar çatışmamazlığı yaradır, tənginəfəslik yaradır. Eyni zamanda aşağı ətrafa, dizlərə və ayağın altına qədər, baş barmağa qədər ağrılar yayılır bel nahiyəsindən. MRT çəkərək nəyi gördük? Osteofitik çıxıntılar, osteoporoz əlamətləri, torakal skalyoz, döş kifozunun artması, 12 döş fəqərəsindən hər birində protruziya qabarmalar, 3 mm, 3 mm, 3 mm, 3 mm, 2 mm, 3 mm və s. Demək olar ki, 12 döş fəqərəsinin əksəriyyətində qabarma və protruziyalar var. Onlardan bir neçəsini göstərirəm. Eyni zamanda pasientin beloma nahiyəsinin MRT-sinə baxaq. Daha fəsadlı vəziyyət burada var. Beloma nahiyəsində var. L3 fəqərə cismində köhnə kompresyon sınıq. Bütün fəqərələrdə osteoporoz əlamətləri. Beloma nahiyəsinin MRT-sini çəkdirdik. Beloma nahiyəsində daha fəsadlı vəziyyətlə üzbəyüz qaldıq. Göründüyü kimi 5 bel fəqərəsi varsa, burada 7 mm, 5 mm, 5 mm, yenə 5 mm, 3-cü 5 mm, 6 mm fəqərə arası disk yırtığı var. Metabolik və L3 fəqərə cismində kompresyon sınıq. Göründüyü kimi hər bir fəqərədə patologiyamız var və osteofitik çıxıntılar, eyni zamanda da osteoporoz əlamətləri bütün fəqərələrdə görsənir. Metabolik yaşını təyin etdik. Metabolik yaş 64 yaşa qarşı 82 yaş göstərdi. Yəni insanın bədən yaşı anadan doğulduğu yaş 64 yaş olsa belə, onun bədən ağrıları 82 yaşlı insanın bədən ağrıları kimi idi. Pasientdə müalicə başladıq, amma torakal döş nahiyəsində yox, müalicəni kompresyon sınıq olan bel nahiyəsindən başladıq. Demək olar ki, bütün bel fəqərələrində fəqərə arası disk yırtığı var, hansı ki əməliyyatlıq ölçüdə. Osteoporozla olduğuna görə yanaşı, kompresyon sınıq olduğuna görə artıq biz pasiv yolla müalicəmizi davam etdirəcəyik. 2 gündür pasiyenti müalicəyə almışıq, müsbət dinamika artıq var.